dəqiqələr keçdikcə Zirə arda-arda çox təhlükəli hücumlara girirdi, amma qol vura bilmirdilər. Və lider futbolçu bax burada lazımdır. Oyunu üzərinə götürən oyunçu oldu Suma. 2 dəfə zərbəsi dirəkdən qayıtdı. Bir dəfə mən deyərdim fantastik bir sürət göstərib, rəqibdə cinahlardan sıyrılıb, Uçix üçün %100 qol epizodu yaratdı, Uçix çərçivəyə düşə bilmədi. Bu ustalıq səviyyəsidir və bu ustalıq səviyyəsi get-gedə Sumada özünü daha qabarıq göstərməyə başlayır. Bəlkə də təkliflər gəlir deyə artıq o mən kiməm fikri ilə meydana çıxır, başa düşür ki, əgər Dinamo Kiyevin, Pənərbağçanın və ya digər hansısa Avropa klubunun diqqətini çəkirsə, bu elə-belə deyil. Bunda nəsə görürlər. Demək ki, bunda nəsə var və o var olanı özü də meydanda göstərməlidir, özü də artıq ondan daha çox istifadə eləməlidir. Və yəqin ki, Suma başa düşür ki, onun bacarıqlarının tavanı uzaqdadır. İnkişaf eləyə bilər, gəncdir, cavandır, nədir, 21-22 yaşı var, daha yuxarı yerlərdə ola bilər. Bunun üçün dayanmadan oynamaq, dayanmadan artırmaq, bəzən özünə inanmırsansa belə inanmalısan, getməlisən. Çünki bir futbolçu kimi götürsə hər şey var. Biz xarakteri mənə elə gəlir ki, yaxşı deyil. Sürəti var, birəbir mübarizə çox güclüdür. Qapıya zərbəsi var. Bugün kim nə deyirsə, futbolda ən dəyərli futbolçular dünya futbolunda. Birəbir rəqibi keçən futbolçulardır. Bugün niyə görə Vinicius Junior dünyanın ən yaxşılarından birisi var? Çünki cinahda rəqibi keçir, ona görə. Rəqib azaldan futbolçu deyirlər adətən. Bu da Sumada var.